hamısı manipulativ, bilərəkdən özünə bağlama problemi yaradan, sonda çox çətinliklə ayrılacağınız, istirab çəkəcəyiniz bir münasibətin təhlükə siqnalıdır. Bəziləri isə seksual xarakterli, yəni yataqda hoqqa verərlər, məsələn. Qadınlar da bunu edər, kişilər də bunu edərlər. Seksual tərəfdən özünə bağlamağa çalışar ki, ayrıldıqdan sonra partnyorlar artıq bu partnyoru dəyişə bilmirlər. Yalnız və yalnız eyni hissi yaşamaq istəyir eyni insanla. Yəni, hamısı manipulativ davranışdır. Deyəcəksiniz ki, bəs doğru insanı necə həyatımıza gətirək? Məsələn, mən Avropada olanda, bu məsələlər haqqında danışanda, indi biraz inkişaf ediblər də, onlar bu tip insanları həyatlarına çəkmirlər. Bir günlük əylənə bilərlər, sonra isə deyər ki, bu dərəcədə emosional mənə lazım deyil, mən bağlanmaq istəmirəm. O deməkdir ki, insanlar artıq psixoloji savada sahibdirlər. Yəni, kimsə deyir, həyatıma pozitiv gəlsə, kimsə belə odlu ateşli gəlsin, mənə çox həyəcan yaratsın, hədsiz belə dəhşət seksual olsun və yaxud çox pozitiv olsun, hər şeyimlə maraqlansın. Bu artıq deyir, mənə lazım deyil, mən başa düşürəm ki, məntiqimlə deyil, hisslərim, yəni aslı vəziyyətə düşə bilərəm. Psixoloji manipulyasiyadır. Doğru insanı biz necə bilə bilərik? Doğru insanı həmən dəqiqə bilmək olmur. Ən çox verilən suallardan biridir ki, bəs yeni tanışlıq mərhələsində ən azından insanın sağlam düşüncəsi, münasibəti, davranışı o şəkildə bilinə bilər ki, bu da 100%lik deyil təbii ki, qarşı tərəfin danışmağına önəm verir, sözünü kəsmir, həyatdakı maraqları, hədəfləri, arzuları, oxuduğu kitabları, ən önəmli ailəsi ilə münasibəti necədir? Məsələn, mən bir məsələyə diqqət eləmişəm, bizdə xanımlar sanki sevinirlər bir görüşdüyü kişinin anası ilə, atası ilə problemi olanda sanki bu qadınlar sevinir və ana qayğısı göstərməyə çalışırlar. Bir növ belə bir manipulativ davranış da edirlər. Kişi də deyir ki, anamın mənə göstərmədiyi qayğını, yəni sevgilim göstərir. Bu manipulyasiyadır hamısı. Yəni, ən birinci ailə ilə olan münasibət, həm qızda, həm oğlanda ailə ilə münasibətin normal varsa, ən azından bilirsən ki, artıq hansısa bir yerdə bir sağlamlıq var. Qalan təqdirdə bu məsələlər yaşanılaraq yavaş-yavaş ola bilər ki, hər şey %100 əla gəlir, amma cismi olaraq